Salam, gəlin Zəzə ilə birlikdə cupcake-lər bişirək. Sonda içi şokoladlı, yumuşaq keklərimiz olacaq. Əvvəlcə 3 yumurtaya 1 stəkan şəkər tozu əlavə edib kütlə ağarana qədər qarışdıraq. Üzərinə yarım armudlu stəkan duru yağ və 1 stəkan qatıq və ya süd əlavə edin. Sonra isə quru ərzaqları əlavə edib hamısını homogen olana qədər qarışdıraq. Sonda qarışığı cupcake kağızlarına əlavə edib 180 dərəcə qızmış sobada yarım saat bişirək. Bu arada iç dolğusu üçün qaymağı azca qızdırıb şokoladları içində əridək. Mən fındıqlı şokolad istifadə etdim. Siz də zövqünüzə uyğun olanı istifadə edə bilərsiniz. Soyuyan cupcake-lərimizin ortasında dəliklər açıb şokoladlı qarışımla içini dolduraq. Arzuya uyğun belə sadə də saxlaya bilərsiniz, amma mən rəngliliyi sevdiyim üçün kremlə bəzəməyi seçdim. Video faydalı oldusa bəyənməyi unutmayın. Gələn reseptlərə dək hələlik.